Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bu gün bu il müəllimlərin işə qəbulunun imtahanında istifadə edilən belə bir sınaq nümunəsinin izahını bildirəcəm. Sualın şərtində qeyd edilib: Yakutsk və Ankara şəhərlərinə aid olan düzgün fikirləri seçin. Bildiyimiz kimi, Yakutsk şəhəri Rusiya ərazisinin şimal-qərb bölgəsində mülayim iqlim qurşağının kəskin kontinental tipində, Ankara şəhəri isə subtropik iqlim qurşağının Aral dəniz iqlim tipində Türkiyənin paytaxtı hesab edilir. İndi bizdən hər iki şəhər üçün düzgün fikirlər soruşulur. Bir də qeyd edilib, qış gündönümü günü Yakutskda günəş şüaları minimum bucaq altında düşür. Bildiyimiz kimi qış gündönümündə günəş 23,5 dərəcə cənub tropik üzərində zenitdə olur. Əgər günəş cənub yarımkürəsində zenitdədirsə, deməli cənuba doğru gündüzlərin uzunluğu, şimala doğru isə gecələrin uzunluğu artacaq. Yakutsk şəhəri şimal yarımkürəsində yerləşdiyi üçün qış gündönümündə Yakutska günəş şüaları minimum, yəni ən kiçik bucaq altında düşəcək fikri doğrudur. 2-də qeyd edilib, yay gündönümündə Ankara şəhərində ən uzun gündüzlər müşahidə olunur. Bildiyimiz kimi yay gündönümündə günəş 23,5 dərəcə şimal tropik üzərində zenitdə olur və bu zaman şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə müşahidə olunur. 2 də doğrudur. 3-də qeyd edilib, qış gündönümü günündən etibarən Yakutskdan qütblərə doğru qütb gecələrinin uzunluğu artır fikri yanlışdır. Niyə görə? Çünki Yakutsk birincisi qütb işıqlanma qurşağında yerləşmir. Qütb gecə gündüzlərinin uzunluğu qütb dairəsindən qütblərə qədər olur. Buna görə 3 yanlışdır. 4-də qeyd edilib, yay gündönümü günündən etibarən Ankaradan qütblərə doğru qütb gündüzlərinin uzunluğu artır fikri yanlışdır. Bildiyimiz kimi, yay gündönümü olur 22 iyun tarixində. Və bu zaman şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə qeydə alınır. Artıq 22 iyun tarixindən etibarən günəş cənuba, yəni ekvator üzərinə meylləndiyi üçün Ankaradan qütblərə doğru qütb gündüzlərinin uzunluğu arta bilməz. Bundan əlavə həmçinin Ankara mülayim işıqlanma qurşağında yerləşdiyi üçün bu proses baş vermir. 66,5 dərəcəli enliklə qütb dairəsi arasında qütb gecə gündüzləri baş verir. Bu səbəbdən 4 də yanlışdır. 5-də qeyd edilib, qış gündönümü günündə hər iki şəhərdə ən uzun gecə və ən qısa gündüzlərdir. Bəli, bu fikir doğrudur. Bildiyimiz kimi yenə bildirirəm, qış gündönümündə günəş 23,5 dərəcə cənub tropik üzərində zenitdə olur. Bu zaman cənub yarımkürəsində ən uzun gündüz, şimal yarımkürəsində isə ən uzun gecə olur. Və hər iki şəhər şimalda olduğuna görə bunlarda ən uzun gecə, ən qısa gündüz müşahidə ediləcəkdir. Sualımızın doğru cavabı 1, 2 və 5 olacaqdır. Sonuncuya baxaq, yay gündönümündə Yakutskdan qütblərə doğru qütb gündüzlərin uzunluğu artır fikri də yanlışdır. Yenə bildirdiyimiz kimi Yakutsk təbii ki, qütb işıqlanma qurşağı daxilində yerləşmir. Deməli bizdən sualın doğru cavabları istəndiyi üçün bizim doğru cavabımız oldu 1, 2 və 5, yəni D variantı.